Bu cür çəkmək istəyirsinizsə hansı materiallardan istifadə edirəm deyə sizə göstərmək istədim. Reklam deyil, həqiqətən istifadə etdiyim materiallardır. Materiallar çoxdur, amma istifadə etdiklərim azdır. Məsələn, bu qələmlər, pozanlar, indi ətraflı məlumat verəcəm. Tündlüyü vermək üçün, məsələn, qara fon və ya tam tünd hissələri mən Faber-Castell'ın mat qələmlərindən istifadə edirəm. Çox yaxşıdır və çox tündür. Amma orta tonları vermək istəyəndə və ya ondan biraz açıq, mən bu qələmlərdən istifadə edirəm. Çox yağlıdır, çox əladır və tonlaması çoxdur. Orta tonlardan və ya zəif tonlardan istifadə etmək üçün random qələmləri götürürəm, amma daha çox istifadə etdiyim Kohinoordur, bir də bu qələmdir. Bunları skrin eləyib ala bilərsiniz. Mən bilən hər yerdə satılır. Elektron pozanların hamısını sınamışam, amma mənim çox bəyəndiyim budur. Həm bunun zapaskası çoxdur, həm də ki ucu nazikdir və çox rahatdır. Əldə tutmaq problem yaratmır. Keep Smiling'in pozanıdır. 5-ci dəfə alıram. Adi pozanlardan isə bundan istifadə edirəm. Kohinoordur hal-hazırda, amma ən çox bəyəndiyim Mapid'in balaca pozanlardır. Onlar daha rahatdır. Bu da amma yaxşıdır. Və Faber-Castell'ın sevdiyim pozanı. Həm saqqız pozan deyilir, bilmirəm, amma çox rahatdır. Həqiqətən bu məsləhətli pozandır. Yontan isə bundan istifadə edirəm. Faber-Castell'ın da çox qəşəngdir. Sadəcə indi işləmir, bilmirəm niyə, hələ cavabını tapmamışam. Amma hələ ki bundan əvəz eləyirəm. Pis deyil, amma möhtəşəm də deyil. Düşünürəm yenə axtarım. Sadəcə hər qələm getmir də buna. Və nəticədə sizə sketchbookumu da göstərim. Bu sketchbookun özünü mən bir neçə il əvvəl Alino'dan almışdım. Qiyməti hal-hazırda bilmirəm neçəyədir. O vaxt mən alanda endirimdən 70 manata düşmüşdü. Çox bəyənirəm. Sadəcə təəssüf ki, onun başqa ölçüləri yoxdur. Yeni video üçün